salamlayıram. Mən Sari Müzəffər kanalıma xoş gəlmisiniz. Bugün dərs videomuz yenidən qaldığı yerdən davam edir. Mövzumuz 11-16-cı əsrlər, yəni Avropa orta əsrlərdə. Biz orada keçmişdik xaç yürüşlərini, indi isə keçəcəyik sizlə nələri? Fransa, İngiltərə, Almaniya, 30 illik müharibə və coğrafi kəşflər mövzusu bu videonun mövzusudur, qeyd elədiyim mövzular. Ümumiyyətlə, Avropa orta əsrlər hissəsindən bizə imtihana bir sual düşür. Bunu nəzərinizdə saxlayaq. Təbii olaraq videodan istifadə edə bilər MİQ imtahanına hazırlaşanlar, sertifikasiya imtahanına hazırlaşan müəllimlərimiz və abituriyentlər. Hər biri üçün faydalı bir mövzu olacaq. İzahı da özünüz görəcəksiniz hansı formada ediləcək. Növbəti videomuz isə Səfəvilərdən olacaq və Səfəvi dövləti bu dəfə bir videoda izah ediləcək. Yəni Ərdəbil hakimliyindən ta ki Səfəvi dövlətinin süqutu da daxil olmaqla bir videonun içərisində olacaq. O da növbəti həftə kanala yükləniləcək. Bunu da qeyd edeyim. Başlayaq bugünkü dərsimizdən. Bugünkü dərsimizdə biz birinci danışacağıq İngiltərədən. Necə oldu ki, İngiltərədə bir dövlət yarandı. Mən bu mövzunu əvvəl də izah edəndə 2 il əvvəl yenə bu formada izah etmişdim. Yenə eyni formada izah edəcəm. Sadəcə biraz dəyişikliklər etmək şərti ilə. Baxın, görürsünüz, mən İngiltərədən bu qədər il yazmışam bura. Yəni, daha doğrusu əsr yazmışam. 6 dənə əsrimiz var. Və o 6 əsrin içərisində olan hadisələr bizə İngiltərədən lazım olan hadisələrdir. Əsas nələr lazımdırsa, imtihanda bizim qarşımıza nələr çıxacaqsa, onları qeyd edəcəm. Siz də bu formada əsr-əsr öyrənsəz, daha yaxşı yadınızda qalmış olacaq. Ümumiyyətlə, kimdir bu ingilislər? İngilislər Anglo-Sakslar tərəfindən, yəni bu xalqların böyük köçü baş vermişdi. Bu köç nəticəsində biz görmüşdük ki, Avropaya türklərin axını olmuşdu. Avropada olan tayfalarda həmin o türklərin axınlarının müdafiə olunmaq üçün hərəsi bir yerə köç eləmişdi. Həmin o dövrdə də Anqıllarla Sakslar Britaniya adasına köçmüşlər və orada yaşamışdılar. Daha sonra onlar bu ərazidə yaşayırlar, amma maraqlı bir məqam nədən ibarətdir? Belə ki, Vikinglər, biz əvvəlki dərsimizdə də qeyd 9-11-ci əsr Viking yürüşləri dövrüdür. Bu Vikinglər 10-cu əsrdə gəlirlər Fransanın şimalında, onların bir quru Normanlar məskunlaşırlar və onlar orada bir əraziləri olur, Normandiya hersoqluğu. 1066-cı ildə həmin o Normandiya hersoqu Fransa ərazisindən çıxıb İngiltərəyə daxil olur, Anglo-Sakslarla mübarizə aparır və nəticədə proseslər baş verir, mərkəzləşmiş dövlət. İndi ondan danışacağıq. Deməli, İngiltərənin 11-ci əsrinə biz baxanda əsas gördüyümüz hadisə 1066-cı il Hastings döyüşüdür. Hastings döyüşü və 1-ci Wilhelm. Bundan danışacağıq, Wilhelmlər sülaləsi. Çünki 1066-cı ildə Hastings döyüşündə Normandiya hersoqu Wilhelm gəlir İngiltərəyə. Burada Anglo-Saks krallarını məğlub edir. Zaten bu əraziyə iddia irəli sürürdü. Taxtaca iddia, deyirdi biz qohumuq, mənim olmalıdır. 1066-da gəldi Hastingsdə, onları məğlub elədi və İngiltərəni tutdu. İngiltərənin tutulması, Normand işğalının İngiltərə üçün nəticələri var. Bunları yadda saxlamaq lazımdır. Tutdum, qalib gəldim, piruz qoydum. Nəticələri nələr olacaq? Var siyasi nəticələri, var iqtisadi nəticələri. İqtisadi nəticəsinə görə feodallaşma prosesi bitir. Feodallaşma prosesi bitdi, formalaşdı artıq İngiltərədə. Daha sonra kəndlilər təhkimli halına salınır. Çünki Hastings döyüşündən sonra Wilhelm torpaqların 7də birini özlərində saxlayıb qalanlarına paylayır yaxın adamlarına və həmin o torpaqlarda yaşayan kəndlilər də olurlar təhkimli vəziyyətində. Təhkimli kəndlilərin böyük bir çoxluğu təhkimli vəziyyətinə düşür. Daxili və xarici ticarət isə inkişaf edir. İqtisadi nəticələr bunlardır. Siyasi nəticələr nədən ibarətdir? Siyasi İngiltərədə mərkəzləşmiş dövlətin əsası qoyulur. Əsas bunu yadımızda saxlayırıq, kifayət edir ki, İngiltərədə mərkəzləşmiş dövlətin əsası qoyuldu. Siyasi nəticəsi Hastings döyüşünün və ümumiyyətlə Normand işğalının. Wilhelm gəldi, hətta siyahıya alma da həyata keçirdi. Bunu da qeyd edək, siyahıya alma. Bu siyahıya alma Roma imperiyasından bəri ilk dəfə Qərbi Avropada keçirilən siyahıya alma hesab edilir. Torpaqları böldü öz adamlarına, kəndliləri təhkimli vəziyyətinə saldı, vergilərin miqdarını müəyyənləşdirdi. Yəni, hər bir hakimiyyəti öz əlində yığdı, saxladı və bundan sonra İngiltərədə baş verən proseslərdən danışa bilərik.
döyüşünü qeyd elədik, məsələlər də qeyd elədik, qaldı orada. Ondan sonra biz gəlirik İngiltərənin 12-ci əsrinə. İngiltərənin 12-ci əsrində hakimiyyətdə görəcəyik 2-ci Henrixi. Hökmdar olaraq hökmdarımız, kralımız 2-ci Henrixdir və 2-ci Henrix daxili siyasətdə öz islahatları ilə məşhurdur. Belə ki, Henrixin var hərbi islahatı və Henrixin var məhkəmə islahatı. Hərbi islahatına əsasən qoşunda xidmət etməyən feodallardan qalxan pulu vergisi alınacaq. Mən feodalam, qoşuna getmək istəmirəm, müharibədə iştirak etmək istəmirəm. Kral da deyir ki, yaxşı, iştirak etmək istəmirsənsə gətir mənə pul ver. Mən də o pulun hesabına, o verginin hesabına gedim muzlu ordu saxlayım. Qalxan pulu vergisi nəticəsində kral onu feodaldan aldı və həmin vergi hesabına muzlu qoşun saxlamağa başladı. Bunun nəticəsində kralların baron qoşunlarından asılılığı azalır. Yəni, mənim əvvəl o feodala bir növ ehtiyacım var idisə, artıq onun pulu gəlir mənə, gedirəm özüm qoşun saxlaya bilirəm. Qalxan pulu vergisi hərbi islahat nəticəsində. Məhkəmə islahatına əsasən kral məhkəməsinin hüquqları genişləndirilir. Belə ki, hər bir azad adam birbaşa kral məhkəməsinə müraciət edə bilər. Yalnız müəyyən ödənc vermək müqabilində. Və bu məhkəmələrdə də işi andlı iclasçılar həyata keçirdəcəklər. Kral məhkəməsi güclənir. Niyə? Çünki biz Avropada feodal nərdivanı deyə bir şey görürük. Feodal nərdivanının mahiyyəti nədən ibarətdir? İlk birinci yerdə dayanır kral. Sonra biz görürük hersoqlar, qraflar, baronlar, cəngavərlər, belə şeylər var. Və orada belə bir şey var ki, vassalımın vassalı mənim vassalım deyil. Məsələn, cəngavər kimin vassalıdır? Baronun. Baron özü kimin vassalıdır? Hersoq və yaxud qrafın. Bunların yerini dəyişik demiş ola bilər, amma problem deyil, çünki zaten də bir önəmi yoxdur bizim üçün, izah etmək üçün qeyd edirəm. Cəngavər asılıdır barondan. Baron asılıdır tutaq ki, hersoq və qrafdan. Bu o deməkdir ki, hersoq və qraf cəngavərin probleminə baxa bilməz. Yəni, cəngavər həm də hersoq və qrafdan asılı deyil. Yəni, vassalımın vassalı mənim vassalım deyil. Və belə ki, ən böyük vassalı olan şəxs kimdir? Kral. Amma kralın cəngavər üzərində bir növ hüququ yoxdur. Niyə? Çünki cəngavər baronun vassalıdır. Buna görə də kral deyir ki, bəs mənim sözümə kim qulaq asacaq, məni kim bilməyəcək? Ona görə hamıya deyir ki, gətir müəyyən bir ödəncədə sənin işlə kral məhkəməsində baxılsın. Yaxşı söhbətdir, niyə də yox. Amma 2-ci Henrixin kilsə üzərində dövlət nəzarəti tətbiq etmək kimi bir istəyi var idi. Sadəcə əhalinin narazılığı ilə bu baş tutmur. Və 2-ci Henrixin islahatları 12-ci əsrdə İngiltərədə kral hakimiyyətini möhkəmləndirir. Yaxşı şeydir. Bu daxili siyasədir. Xarici siyasətində isə biz Henrixin Fransa ilə mübarizə görürük. O mübarizə nəticəsində bir neçə ərazini Fransadan alacaq 12-ci əsrin sonlarında. Və İngiltərənin 12-ci əsrinə baxdıqda biz İngiltərə mövzusunda yox, başqa bir dövlətdə gördüyümüz hadisə var. O da İngilislər 12-ci əsrdə xaçlı yürüşlərində, 3-cü səlib yürüşündə iştirak edəcəklər. Hansı krallar idi? Müqəddəs Roma, Fransa və İngiltərə krallarının iştirak etdiyi yürüş. Və 12-ci əsrdə düzdür, Henrixin dövrünə götürməyəcəyik, amma 12-ci əsr İngiltərəsinə aiddir, başqa bir yerdə görmüşük. Burada qeyd edirik, yadımızda qalsın. Gəldik İngiltərənin 13-cü əsrinə. 13-cü əsrin əvvəllərində İngilislər yenə fransızlarla müharibə aparırlar. Fransa ilə müharibə var 13-cü əsrin əvvəllərində. Bu müharibə artıq ölkəyə ciddi bir vəsait tələb edir. Yəni, kral deyir ki, bizim bir vəsaitimiz olmalıdır ki, bu müharibələri davam elətdirə bilək. O vəsaiti də əldə etmək üçün nə edir? Vergiləri artırır. Hətta kilsə torpaqlarına da müəyyən vergilər filan qoyulur. Bu da istər-istəməz papa ilə kral arasında narazılığa səbəb olur. Kral fikirləşir ki, əgər bu narazılıq varsa, papa kralı lənətləyir, hakimiyyətinin boş olduğunu iddia edir. Kral da düşünür ki, əgər belə bir söhbət varsa, o zaman mən papaya əks getməyim, əksinə papanın vassallığını qəbul edeyim, belə olsa əhali mənə qarşı dönməz. Deməli, 13-cü əsrin əvvəllərində kral və
papa arasında mübarizə. Nəticədə papalar qalib gəlir, krallar məğlub olur və İngiltərə kralı özünü kilsənin, papanın vassalı elan edir. Belə olanda əhalinin beyni çönür ki, başa düşmədik, bu nə deməkdir? Bizim kral niyə papanın vassalı olmalıdır? Və 13-cü əsrin əvvəllərində bunlar üsyan qaldırırlar. Kral da bu üsyançıları sakitləşdirmək üçün onların xeyrinə bəzi qərarlar verməyə məcbur olur. Bu qərar da nədir? Bu 1215-ci ildə Böyük Azadlıqlar Xartiyası adlanan sənədin imzalanmasıdır. Belə ki, bu sənəddə müəyyən şəxslərə geniş hüquqlar, müəyyən şəxslərə isə məhdud hüquqlar verilir. Yəni, cəngavərlər, şəhərlər, nə bilim, azad təbəqə kəndlərin bunlara məhdud hüquqlardır, iri fəhdallara isə geniş hüquqlar verilir. Təbii ki, bu hüquqlar verilir, amma bir müddət bu hüquqlar kağız üzərində qalır. Belə olduqda ölkədə yeni narazılıq baş verir. Və bu narazılığın da ən sonunda 1265-ci ildə İngiltərədə parlament açılır. Dünyada ilk parlament 1265-ci ildə harda açıldı? İngiltərədə açıldı və artıq parlament nəyə sahibdir? 13-cü əsrdə açılanda vergilər təyin ediləndə parlamentlə razılaşdırılaraq təyin edilməlidir. Yəni, kral öz başına vergi təyin edə bilməz. Yalnız parlamentlə razılaşacaq. Bu 13-cü əsr İngiltərəsində gördüyümüz hadisə ardıcıllıqlar dedik. Fransa ilə mübarizə var, pul lazımdır, vergi söhbəti, papa ilə mübarizəyə səbəb olur. Nəticəsində vassallıq, ondan sonra Böyük Azadlıqlar Xartiyası və parlamentin yaradılması. Sonra gəlirik İngiltərənin 14-cü əsrində. İngiltərənin 14-cü əsrində yenə Fransa ilə müharibə var. Fransa ilə müharibə. Bu müharibəni Fransa dərsində qeyd edəcəyik. Əslində, burada da qeyd edə bilərik, Fransa dərsinə saxlamaya. 1337-1453-cü illər 100 illik müharibə. 100 illik müharibə niyə görə baş verir? Ona görə baş verir ki, gərək görürsən, gərək bunu Fransa dərsinə keçir, çünki Fransada daha uyğundur bunu keçmək. Amma hələ ki, yazaq ki, Fransa ilə müharibə, bilin ki, burada da 100 illik müharibə 14-cü əsr. Əlavə olaraq bundan başqa biz 14-cü əsrdə İngiltərə tarixində 1381-ci ildə Ot Taylerin rəhbərliyi ilə üsyan görürük. İkincisi isə vəba, qara ölüm 14-cü əsrdə. Üçüncüsü isə parlament, İngiltərə parlamenti qanunların da verilməsində, qəbul edilməsində söz haqqı almış olacaq 14-cü əsrdə. İndi Fransa ilə 100 illik müharibəni danışacağıq bu öz yerində. 100 illik müharibənin gedişində 1381-ci ilə kəndi üsyanı olacaq. O Tayler üsyanı, çünki müharibə xərc tələb edir, kəndlərin vəziyyəti pisdir. Plus müharibə dövründə vəba da yayılıb, vəba yayılıb, işçi qüvvəsi azalıb. Belə olduqda kral qərar verir ki, 15-60 yaşlı kişilər aşağı maaşla işləməyə məcburdurlar. Bu da narazılığa, üsyana səbəb olur. Robin Hood əfsanələri filan yayılır. O Tayler üsyanında isə bunların bir tələbləri var. Xeyirxah krala aparırlar, o tələbləri göstərirlər. Amma kral hiylə yolu ilə onlara məğlub edir. Məğlub olsa da o Tayler üsyanı nəticəsiz qalmır. Çünki qanunlar yumşaldılır, təhkimçilikdən azad edilmə prosesi sürətlənir. 15-ci əsrinə gələndə İngiltərənin biz yenə burada 100 illik müharibənin davamını görürük. Zaten yazmıram, çünki 1453-ə qədər davam edir, orada qeyd edəcəyik. Amma 100 illik müharibədən sonra 1455-1485-ci illərdə İngiltərədə müharibə var. İki feodal qrup arasında Al-Qızılgül və Ağ-Qızılgül müharibəsi. Bu müharibənin nəticəsində İngiltərədə 1485-ci ildə hakimiyyətə yeni sülalə gəlir. Tudorlar sülaləsi 1603-cü ilə qədər hakimiyyətdə qalacaq və biz 15-ci əsrdə Tudorların nümayəndəsi olaraq 7-ci Henrixi görürük, ilk nümayəndəsi. 7-ci Henrixin qərarları İngiltərədə mütləq monarxiyanın formalaşmasının əsasını qoyur. Yəni bir növ mütləq monarxiya formalaşmış olur, yəni formalaşmağa başlayır. Niyə? Çünki 7-ci Henrix iri feodallara qarşı mübarizəyə başlayır və feodal qoşununu bir növ ləğv edir. Orta, kiçik feodallar üzərinə qoyulan vergiləri də azaldır. Yəni bir növ iri feodalları zərərsizləşdirmək istəyir. Bununla da öz mütləq hakimliyini gücləndirməyə səy göstərir. 7-ci Henrix.
Son olaraq gəlirik İngiltərənin 16-cı əsr tarixinə. İngiltərə 16-cı əsrdə kral reformasiyası ilə məşhur olacaq. Reformasiyanı Almaniya dərsində danışacağıq. Nədir kral reformasiyası? Kilsədəki, katolik kilsəsindəki dəyişikliyin kral tərəfindən həyata keçirilməsi. Beləliklə bunun nəticəsində Anglikan kilsəsi yaranacaq İngiltərədə. Bir də 16-cı əsrdə hakimiyyətdə 1-ci Yelizaveta var, Tudorların son nümayəndəsi. Bunun dövrü İngiltərə tarixinin qızıl dövrü adlanır. Belə ki, 1-ci Yelizavetanın əsas rəqibi, yəni 16-cı əsrdə İngiltərənin dəniz ticarətində əsas rəqibi İspanlar idi və İspanlarla mübarizə aparmaq üçün Yelizaveta dəniz quldurlarını himayə edirdi. Bir neçə dəfə hətta İspan gəmilərini batırıblar. Niyə? Çünki bu adam gedib Şimali Amerikada koloniya salmaq istəyirdi. Hətta bir neçə dəfə Şimali Amerikaya bir ekspedisiyaları təşkil etməyə çalışıblar. Lakin nəticəsi elə də uğurlu olmur. Amma İspanlarla aparılan mübarizənin nəticəsi uğurlu olur. Belə ki, 1588-ci ildə baş verən döyüşdə, keçmiş adı ilə La Manche döyüşündə İspanlar İngilislər tərəfindən məğlub edilir. İspanların məğlub edilməz armadası darmadağın edilir və bunun nəticəsində İngilislər dənizlərdə üstünlüyü İspanların əlindən almış olurlar. Əlavə olaraq Yelizavetanın dövründə biz proteksionist siyasət görürük. Burada yazaq proteksionizm. Nə deməkdir proteksionizm? Proteksionizm idxalı məhdudlaşdıran, ixracı isə artıran bir iqtisadi sistemdir. Yəni dövlətə gəlməsin, amma bizdən getsin, biz aparaq sataq. Proteksionist siyasət. Bir də Yelizavetanın dövründə səfərlərlə də əlaqə var. Biz bunu Səfəvi dərsində sizlə bir yerdə keçəcəyik. Bu oldu bizim İngiltərəmiz. İngiltərəyə aid hadisələrimizi qeyd elədik. Gəlirik Fransaya. Görürsünüz, eyni şeyləri Fransa üçün də yazmışıq. Əsrlər və bir ildə var. Görək bu dövrlərdə Fransada nələr baş verib, onları indi qeyd edəcəyik. 843-cü il Fransa dövlətinin yarandığı dövrdür. Çünki Verden müqaviləsi ilə yarandı. 10-cu əsrin sonlarında hakimiyyətə Kapetinglər sülaləsi gəldi. 10-cu əsrin sonlarında hakimiyyətə gəlir Kapetinglər sülaləsi. 12-ci əsrdə biz yenə Fransa ilə İngiltərənin müharibəsini görürük. Orada yazmışıq. Bu müharibə nəticəsində fransızlar Normandiya və Akvitaniyanı geri alırlar. Normandiya və Akvitaniya, bunlar İngilislərdən alınır, qeyd elədik 12-ci əsrdə. 13-cü əsrin əvvəllərində də fransızlar, hətta yazırıq əvvəllərində, Tuluza qraflığını da İngilislərdən almış olacaqlar. Tuluzanın alınması İngiltərə işğalı altında olan Cənub-Qərb Fransa ərazilərinin azad edilməsinə şərait yaradacaq. Bu da artıq istər-istəməz iki dövlət arasında münasibətlərin daha da kəskinləşməsinə səbəb olacaq. İndi onlar da gətirəcək, son nəticədə 100 illik müharibəyə çıxardacaq. 13-cü əsrin əvvəllərində Tuluza qraflığının işğalı, 13-cü əsrin sonlarında yeni mübarizəmiz var. Biz bunları 4-cü Gözəl Filippin dövründə görürük. Bu proseslərin nəticəsində yenə müharibə xərc tələb eləyir, vergi lazımdır. Eyni İngiltərədə gördüyümüz şey Fransada olacaq ki, bu vergi təyin edilir, kilsə torpaqlarına da qoyulur, Papa narazılıq edir və bunun nəticəsində burada da kralla Papa arasında münaqişə var. Papa məğlub olur, kral qalib gəlir. 4-cü Gözəl Filip necə qalib gəldi? Qalib gəlmək üçün 1302-ci ildə baş tatlar çağırdı. Silki nümayəndəli orqan. İngiltərədə parlamentdir, Fransada da baş tatlardır. Çünki burada iştirak edən silklərin köməyi ilə Papaya qalib gəlir və papaların təsir gücünü 14-cü əsrdə zəiflədir 4-cü Gözəl Filip. Amma 4-cü Gözəl Filip Flandriyanı tuta bilmir. Flandriyanı tutmaq istəyirdi. Flandriyada üsyan baş verir, ona görə tuta bilmir, qarşısına bir X qoyuruq. Amma sonraki proseslərdə İngilislərlə fransızlar arasında Flandriya uğrunda rəqabət artacaq və son nəticədə biz 100 illik müharibəni görəcəyik. 100 illik müharibəyə keçməzdən öncə Fransa dərsində siz Fransanı oxuyanda orada bəzi məlumatlar görəcəksiniz.
Fransada şəhərlər, Fransada feodal münasibətlər. Qısa şəkildə deyim ki, əslində çox da geniş bir məlumat öyrənməyə oradan ehtiyac yoxdur. Sadəcə bunu nəzərinizdə saxlayın ki, Fransanın şimalında bu kapitinglər, yəni ümumiyyətlə xəritəyə də baxsaq kitabda, Fransanın şimalı kral hakimiyyəti altındadır. Paris, Orlean şəhərləri arasındakı ərazi. Hətta Parisdə 13-cü əsrin sonu, 13-cü əsrin əvvəllərində artıq daimi paytaxta çevrilmişdi. Bu deməkdir ki, Fransanın şimalında feodal münasibətlər daha yaxşı inkişaf edib, çünki kralın nəzarəti var orada. Amma cənubda feodal münasibətlər zəif inkişaf edib, çünki vilayətlər ayrı-ayrı hər biri özü bir müstəqildir. Bir də ki, dağlıq ərazidə yaşayan insanlarla, belə deyək də, onları bir növ itaət altına almaq mümkünsüz olub deyə, qeyri-mümkün olub deyə bu proseslər elə də uğurla nəticə verməyib. Eyni şəkildə şəhərlərin inkişafı. Məsələn, bu şəhərlərin inkişafı da cənuba nisbətən şimalda fərqlidir. Belə ki, şimalda şəhərlər zəif inkişaf edir, çünki kral mülklərindədir, yəni belə bir rəqabət yoxdur. Amma cənubda daha yaxşı inkişaf edib, çünki şərq ölkələri ilə ticarət olsun, İtaliya şəhərləridir, İspaniya ilə ticarətdir, əsasən cənubdadır deyə, burada da şəhərlərimiz yaxşı inkişaf edib. Amma bu qədər dərinliyə getməyə ehtiyac yoxdur, yəni bizə bu qədər dərinlikdən məsələ salmırlar. Qalib gəlsə 100 illik müharibəyə 14-cü əsr 1337-1453-cü illərdə başlayacaq. 100 illik müharibənin bir səbəbləri var, bir də nəticəsi var. Nəticəsi yox, daha doğrusu bəhanəsi. Səbəbləri bir, İngiltərə kralının Fransadakı mülklərini geri qaytarmaq istənəsi, əsasında cənub-qərb ərazilərini, bir də Flandriyanı tutmaqdır məqsədləri. Fransada təbii ki, öz ərazisini qorumaq istəyir, bir də onlar da Flandriyanı tutmaq istəyir. Amma bəhanə bundan ibarətdir ki, İngilislər 1337-ci ildə Fransa taxtına iddia edirlər. Bəhanə Fransa taxtına iddiadır, amma səbəb ərazilərdir. 1337-ci ildə müharibəmiz başlayır. Müharibədə 14-cü əsrdə 2 dənə döyüş görürük. 1346-cı il Kresi döyüşü və 1356-cı il Poitiers döyüşü. Hər iki döyüşdə ingilislər qalib gələcəklər, fransızlar məğlub olacaq. Hətta Poitiers döyüşündə Fransa kralı əsir götürüləcək. Kral əsir götürülməsi ölkə daxilində ciddi etirazlara səbəb olacaq və bunun nəticəsi olaraq biz 1358-ci ildə Fransada Jaklar üsyanı görəcəyik. Jak, yəni ki, kəndlərə verilən addır, o da öküz deməkdir. Yəni onları təhqir etmək üçün həmin dövrdə Jaklar deyirdilər. 1358-ci il Jaklar üsyanı. Uat-Taylerdən fərqi odur ki, Uat-Taylerdə tələb var idi, yazıram bura, tələb var. Amma Jaklar üsyanında tələb yoxdur, çünki baxın, ümumidir. Amma Uat-Taylerdə bir şəxs üsyanı rəhbərliyi edir, amma Jakda ilə bir şey yoxdur. Ona görə tələb yoxdur, belə qarışıqlıq var, kim harda necə gəldi, hərəkət eləyir. Və bunlar da yenə xeyirxah krala ümid bəsləyir, nəticə etibarilə zəif olur və yatırılır, amma yenə də nəticəsiz qalmır. Yenə İngiltərədə gördüyümüz prosesləri burada aid edə bilərik ki, vergilər azaldılır, təhkimçidən azad edilmə prosesi isə sürətlənir. 14-cü əsrdə qeyd elədik ki, Avropada qara ölüm, vəba yayılıb. Vəba yayılıb deyə artıq müharibəni davam etdirmək nisbətən çətinləşir. Ona görə 1360-cı ildə İngiltərə ilə Fransa arasında bir sülh imzalanır. 100 illik müharibənin gedişində bir müvəqqəti sülhümüz var 1360-da. Amma proseslər gedən, biraz normala qayıdandan sonra müharibə də davam edir. Belə ki, 15-ci əsrdə 1415-ci ildə Azincourt döyüşündə ingilislər yenə qalib gələcəklər fransızlara və Fransanın şimal ərazisi tutulacaq. Fransanın şimalını tutacaqlar, gələcəklər Orlean ərazisini də mühasirəyə alacaqlar. Orlean mühasirə. Orleanı da mühasirədə 1429-cu ildə Janna d'Arc çıxardacaq. Bu da istər-istəməz Fransanın ciddi şəkildə insanlar arasında ruh yüksəlliyinə səbəb olacaq və fransızlar öz vətənlərinin müdafiəsinə qalxacaqlar. Hər nə qədər Janna d'Arc 1430-cu ildə cadugarlıqda ittiham edilib tonqalda yandırılsa da, Fransa kralı bu hadisədən sonra bir daimi muzlu qoşun yaradır, bir də toplardan istifadə edir. Bunun nəticəsində müharibədə qalib gəlirlər. Yadınızda saxlayın, 100 illik müharibədə ilk dəfə toplardan istifadə edilir. Yazaq bura, deməli, toplardan istifadə 100 illik müharibənin dövründədir. Müharibə 1453-cü ildə Fransanın qələbəsi ilə başa çatacaq. Fransızların yanına Pius işarəsi qoyaq. Öz
İngiltərə işğalı altında olan ərazilərini geri qaytaracaqlar. Sadəcə Kale limanı ingilislərin əlində qalacaq bircə dənə. Müharibədən sonra biz Fransada da bir mərkəzləşmə siyasəti görəcəyik. Bu siyasəti də həyata keçirəcək 11-ci Ludovik 15-ci əsrin ikinci yarısında mərkəzləşdirilmiş dövlətin bir növ banisi olacaq. Fransada mərkəzləşəcək, hiylə yolu ilə mərkəzləşdirəcək, öz rəqiblərinə hiylə yolu ilə qalib gələcək. Bu da artıq mütləq monarxiyanın yavaş-yavaş formalaşmağa başlaması demək idi. İndi belə bir sual olur ki, dövlət mərkəzləşibsə, mütləq monarxiya niyə olmayıb? Mütləq monarxiya, mərkəzləşmə və mütləq monarxiya ayrı-ayrı şeylərdir. Mərkəzləşmə o demək ki, dövlətin bütün vilayətləri bir mərkəzdən idarə edilir. Amma mütləq monarxiya ola bilməsi üçün baş ştatlar olmamalıdır, parlament olmamalıdır. Yəni, kraldan başqa söz deyə biləcək bir qurum olmamalıdır. Yəni, o söhbətə hələ var, amma əsası buradan yavaş-yavaş qoyulur. Fransanın 16-cı əsrinə gələndə biz Fransada nə görürük? Ümumi olaraq öz daxilində elə bir ciddi şeylər görmürük. Maksimum 1530-cu ildə dövlət dili ilə bağlı dəyişikliyi var, dövlət dili. Sonra reformasiyanın gedişində bunlarda Kalvinizm yaranacaq, bunu qeyd edə bilərik. 17-ci əsrdə, daha doğrusu 16-cı əsrdə. 16-cı əsrdə dini müharibə olacaq Fransada. Daha sonra 1594-cü ildə Burbonlar sülaləsi gələcəklər hakimiyyətə və bu dini müharibələrin yekunu olaraq 16-cı əsrin sonlarında dini etiqad azadlığı haqqında fərman veriləcək. Fransanın 16-cı əsrində gördüyümüz hadisələr də bunlardan ibarətdir. Fransa ilə İngiltərəni yekunlaşdırdıq, indi isə keçəcək Almaniya və böyük coğrafi kəşflər. Bayaqdan demək istəyirəm ki, Fransa tərəfinə 16-cı əsrdə nə qaldı? Parisdə protestantların qırğını deyəcəydim 1572-ci ildə. Yadımdan çıxdı, sildim getdi. Eyb yox, Almaniyanın içərisinə qeyd eləyərik. Yazırıq bura Almaniya, daha sonra 30 illik yazaq və böyük coğrafi kəşflər yazaq. Bunlar haqqında məlumat verək sizlərə, ortanda belə bölək. Ümumiyyətlə, Almaniya dövləti nə zaman yaranıb? Almaniya yarandı 843-cü il Verden müqaviləsi nəticəsində vahid imperiya parçalanır. Frank imperiyası Böyük Karlın nəvələri arasında bölünür. Bu dövlətlərdən biri də Almaniya dövlətidir. Alman kralları, hətta Alman kralı deyək, kralları deməyək, 1-ci Otto 962-ci ildə İtaliyanın şimalını tutur, çünki Papaya kömək edir. Papanı orada təhdid edən tayfalar var idi, onlardan Papanı qoruyur, İtaliyanın şimalını tutur və Papa onu dəvət edir, başına tac qoyur. Bunun nəticəsində Papa, bir dənə də burada tac çəkək ki, belə tac olur, belə yox. Tac çəkdi, bu da olsun Otto. Və bunun nəticəsində müqəddəs Roma imperiyası yaranır. İndi bu prosesdən sonra müqəddəs Roma imperiyası yaranır. Almaniya əksinə Fransa İtaliyadan fərqli olaraq bir növ vahid dövlət kimi mövcud idi. Sadəcə Alman krallarının sonrakı acgözlükləri istər-istəməz Alman dövlətinin, yəni müqəddəs Roma imperiyasının zəifləməsinə səbəb olur. Bunlar da nə üçün mübarizə aparırdılar? Papa ilə Alman kralları, müqəddəs Roma imperatorları arasında İtaliya uğrunda mübarizə gedirdi. Bu mübarizədə müqəddəs Roma imperatorları məğlub olurlar və Almaniyada başlayır müqəddəs Roma dağınıq vəziyyətə düşməyə, kral hakimiyyəti zəifləməyə. Ondan sonra takibdə 19-cu əsrdə özlərinə gələcəklər. Digər dövlətlərdə yazdığımız kimi 12-ci əsr biz Almaniyanı, yəni müqəddəs Roma imperiyasını görürük 3-cü Səlib yürüşündə Friedrich Barbarossa quru yolla gedirdi, çayda boğuldu, öldü, o məsələdir. 14-cü əsr bir şeyimiz yoxdur, 15-ci əsrdə maksimum 1444-cü ildə, 44 ya 45-dir, məncə 45-dir, amma neysə 44 yazdım, kitab çapı. Bu, nəhayət gəldik Almaniyanın 16-cı əsrinə. Almaniyanın 16-cı əsrində vəziyyət necədir? Vəziyyət pisdir. Niyə pisdir? İndi onlardan danışacağıq. Çünki əsasən 16-cı əsrində biz reformasiya görürük Almaniyanın və bu reformasiyanı doğuran səbəblər var. Onları yazır bizə. Biz də 16-cı əsr Almaniyasında baxaq görək reformasiyanı doğuran səbəblər hansılardır? Məsələn, siyasi səbəb. Siyasi səbəb nədir? Almaniyanın dağınıq olması. Almaniyada vahid dövlət yoxdur, feodal pərakəndəliyi var, Almaniya dağınıqdır. Dağınıqdır deyə kral hakimiyyəti zəifdir. Sonra bu siyasi səbəb, dini səbəb.
bundan ibarətdir ki, kral hakimiyyəti zəifdir və katolik kilsəsi burada ağalıq edir. Katolik. İndulgensiyalar satır. Cənnət qəbzi. İndi onu iqtisadın içərisində yazacaq. İqtisadi səbəbdə bunu yazaq ki, Almanya dağınıqdır deyə digər ölkələrdən geri qalır. Ticarətdə digər ölkələrdən geri qalır. Dövlətin daxilində vəziyyət yaxşı deyil. Fərqli ölçü çəki pul sistemlərindən istifadə edilir. Bu da istər-istəməz problemə səbəb olur. Dinin səbəbi dedik, sosial səbəbə yazacaqdım. İndulgensiyanı da burada qeyd edək və cənnət qəbzi. Sosial səbəb də bundan ibarətdir ki, baxın, hamısı bir-biri ilə əlaqəlidir. İqtisadi gerilik var, deyə əhalinin böyük bir çoxluğu kənddə yaşayır, şəhərə gələ bilmir. Kənddə yaşayan əhalinin təhsil səviyyəsi aşağıdır. Yəni, Latın dilini öyrənməyə bir imkanları yoxdur. Hamısı keçmiş Alman dilində danışır. Amma kilsə bunların qarşısına bir tələb qoyur ki, sən Latınca danışmalısan, oxumalısan, yazmalısan. O da deyir ki, bilmirəm, yəni mən Latınca öyrənə bilmirəm, harada öyrənim, kəndliyəm, bütün günü işləyirəm, nətəri öyrənəcəm. Bu da istər-istəməz onlar arasında da narazılığa səbəb olur və nəticəsində reformasiya bir partlayış göstərir Avropada, yəni Almaniyada. Niyə Almaniyada? Onun da səbəbləri bilindik. Bəs nə vaxt olacaq bu reformasiya? 1517-ci ildə Martin Luther öz 95 tezisini Wittenbergdə kilsə qapılarına yapışdıracaq. 95 tezis 1517 Martin Luther reformasiya Avropada başladı. Nədir reformasiya? Reformasiya katolik kilsəsini yeniləşdirmək sözü var. Yeniləndirmək. Nəysə, yəni reformasiya yeniləmək, yeniləşdirmək nə idi? Katolik kilsəsini yeniləmək məqsədi güdür. 1517 Martin Luther 95 tezis, çünki indulgensiya, cənnət qəbizləri, cəmaat var yoxdan çıxıb. Həmin dövrdə müqəddəs Roma imperatoru var, 5-ci Karl. 5-ci Karl deyir ki, bu nə söhbətdir? Yığışdırın bu söhbəti. Yəni, belə şey olmaz, ayıbdır. Biz kilsəyə qarşı belə çıxış eləyə bilmərik. Hətta Wormsda bir qurultaya da çağırır Lutheri. O biri tərəfdən, nə bilim, Papa Lutheri lənətləyir, bir görüşə çağırır. Luther heç birinə getmir əslində. Wormsa gedir, orada da Saksoniya knyazı qoruyur bunu. Bir ən başının üstünə yazaq Saksoniya. Bəlkə istifadə edir. Saksoniya knyazı Lutheri qoruyacaq. 5-ci Karl reformasiyaya qarşı mübarizəyə başlayacaq, əks reformasiya. Həmin dövrdə də bunun qərarlarına etiraz edəcəklər, protest edəcəklər. Buna görə reformasiya hərəkatının iştirakçılarını biz protestantları adlandırırıq. Nəysə, belə söhbətlər olur, amma əhali baxır ki, əhalidən bir nəfər baxır ki, Luther qəşəng danışır, gözəl danışır, amma kəndlilərin xeyrinə heç nə demir. Lutherin dediyi hər bir şey ya varlı şəhərlərə yönəlir, ya da iri feodallara yönəlir. Bəs bu kəndlilər haqqında kim danışacaq? Bir nəfər çıxır ortalığa 1524-cü ildə Thomas Münzer. Thomas Münzer deyir ki, eybi yox, kəndlər haqqında mən danışacağam. 1524-1525 Thomas Münzerin rəhbərliyi ilə Almaniyada kəndli üsyanı baş verir. Nəticə uğursuz. Hətta şəxsən azad olan kəndlilər də təhkimli vəziyyətinə salınır. Bu üsyanın nəticəsi Alman kəndliləri üçün uğursuz olur. Təhkimçilik qaydaları sərtləşdirilir, feodal qaydaları sərtləşdirilir və şəxsən azad olan kəndlilər də təhkimli vəziyyətinə salınırlar. Və bu adam silahlı mübarizə yolu istəyirdi. Silahlı mübarizə eləyəcək. Martin Luther isə deyir ki, dinc mübarizə aparaq, silaha falan ehtiyac yoxdur və kəndlərin tərəfindən çıxış etmir. Nəysə ki, sonunda bir ortaq məxrəcə gəlirlər. Bu ortaq məxrəcimizdə 1525-ci ildə Augsburg sazişinin imzalanmasıdır. Augsburg sazişinə əsasən nələr baş verəcək? Ən önəmli məsələ, katolik kilsəsi parçalanacaq. Belə ki, yeni protestant kilsələri meydana gəlməyə başlayacaq 1555-ci ildə. Almaniyada bu əsasən Luteran kilsəsi idi. Almaniyada dini müharibələrə son qoyulacaq və hər bir Alman knyazı öz dövlətindəki kilsənin başçısı olacaq. Yəni, onlara dinlərini seçə bilmək azadlığı veriləcək, yalnız knyazlara. Amma kəndlilərə yox, əhaliyə yox. Sadəcə mən əgər knyazın seçdiyi dindən razı deyiləmsə, köçüb gedə bilərəm ölkənin ərazisindən. Ümumi olaraq reformasiya
reformasiya Almaniyaya belə təsir edəcək ki, milli şuur oyanacaq, milli dövlətlərin yaranmasına zəmin hazırlayacaq, kapitalizmin inkişafına zəmin hazırlayacaq. Daha sonra elm dinin təsirindən azad olacaq. Dini idarələr, yəni papanın nüfuzu aşağı düşəcək, amma qadınlara heç bir xeyri olmayacaq. Yəni qadınların cəmiyyətdəki roluna, yerinə heç bir xeyir görməyəcək. İndi soruşsaz ki, protestantlar bu qədər iş eləyib, yəni bunlar reformasiya, bu kilsəni yeniləyər, heç mi papa buna qarşı çıxış eləməyib, heç mi papa buna qarşı reaksiya verməyib, o boyda adamdır, bilib. Reformasiya qarşı Katolik kilsəsinin papaları İsa cəmiyyəti yaradırlar. Bu İsa cəmiyyətinin üzvləri də adlanır yezuitlər. Yezuitlər. Bunların əli ilə ciddi şəkildə protestantlara qarşı mübarizə aparılıb. Hətta o mübarizənin ən belə üstün zirvəsi də 1572-ci ildə bayaq dediyimiz Parisdə protestantların qırğını məsələsidir ki, bu hadisə İsa cəmiyyəti və yezuitlər ordeninin əli ilə təşkil edilib. Amma nə qədər çalışsalar da qarşısını ala bilməyiblər Almaniyada, qarşısını ala bilmirlər Fransada. Bayaq dedik ki, 16-cı əsrin sonunda dini etiqad azadlığı haqqında fərman verilir Fransada. Almaniyada da ala bilmirlər qarşısını. İngiltərə zaten özü üçün kral reformasiyası eləyib. Bəs hansı ərazilərdə reformasiya qalib gəlmir, məğlub olur? Yəni kilsə öz gücünü, Katolik kilsəsi orada saxlaya bilir. Bu İtaliyadır, çünki papa zaten buradadır. Bir də İspaniyadır. Bunlar hələ də katolik olaraq qalacaqlar. Amma sonra nə baş verəcək? 30 illik müharibə. 1618-1648. Katoliklərlə protestantlar arasında mübarizə dinmir, bitmir. Biri Almaniyada Augsburg müharibəsi, dini müharibəyə son qoydu. Amma 1618-48-də biz 30 illik müharibə görürük. Yenə Müqəddəs Roma İmperiyası ərazisində, Müqəddəs Roma İmperiyası katoliklər və protestantlar arasında olan müharibəni Avropada dini müharibələrin sonuncusu adlanır bu müharibə. Hansı dövlətin torpaqlarında gedir? Müqəddəs Roma İmperiyası torpaqlarında katoliklərlə protestantlar arasında. Hansı ölkə iştirak etmir? İngiltərə. İngiltərə bu müharibəyə qoşulmuyor. İngilislər yoxdular. Amma Avropanın böyük dövlətlərinin bir çoxu demək olar ki, burada iştirak edir. Əsasən iştirak edənlər də kimlərdir? İspanlardır və fransızlardır. İndi əsas məsələ bundan ibarətdir ki, Fransa katolikdir böyük çoxluq etibarı ilə. Amma bu müharibədə fransızlar protestantları dəstəkləyirlər və bununla da Fransada belə bir ifadə formalaşır. Dövlət mənafeyi. Dövlət mənafeyi. Kimin fikridir bu? Kardinal Richelieu'nin. Richelieu. Yəni, Fransa katolik olduğu halda belə gedir katolik Almaniyanı dəstəkləmir, katoliklərə qarşı olan protestantları dəstəkləyir. Niyə? Alman dövlətinin zəiflənməsi üçün, Müqəddəs Roma İmperiyasının zəifləməsi üçün nəticədə istəyinə də nail olur. 1648-ci ildə müharibə Vestfaliya Konqresində Vestfaliya sülhü ilə bitir. 1648-ci ildə bu müharibəyə görə Qərbi Avropada üstünlük İspaniyadan keçir Fransaya. İngiltərə zaten iştirak eləmirdi. Vestfaliyanın qərarları isə belə bir dünyadakı prinsipin əsasını qoyacaq. Suveren dövlətlərin bərabərliyi prinsipi. Nədir Vestfaliyanın qərarları? Avropada dini müharibələrə son qoyuldu. Almaniya, yəni Müqəddəs Roma İmperiyasının rəsmi şəkildə parçalanması, yəni rəsmiləşdirildi, parçalanması rəsmiləşdirildi. 300-dən çox Alman dövlətinə öz dinini seçmək hüququ verildi. Almaniya yenə dağınıq vəziyyətdədir. Fransada üstünlüyü aldı əlinə və suveren dövlətlərin bərabərliyi prinsipinin də əsası qoyuldu 30 illik müharibənin nəticəsində. Sonra gəlirik növbəti son mövzumuz böyük coğrafi kəşflərə. Böyük coğrafi kəşflərdən nə danışacağıq? Birincisi təbii ki, səbəblərini bilmək lazımdır. Əsr olaraq götürsək 15-16-cı əsrlərdədir. Bir ən
önəmli bilməli olduğumuz məsələ səbəblər. Səbəblər bilirsiniz, əslində çox dərinlərə gedib çıxmaq olar, amma əsas səbəblərindən biri, ən birincisi demək olar ki, 1453-cü il Osmanlının Konstantinopolu işğal etməsidir. Yəni biz danışanda niyə deyirik ki, tarixdə əsasən fikir verməliyik səbəb-nəticə əlaqəsinə. Əgər səbəbləri, nəticələri uyğunlaşdıra biliriksə, deməli qavramışıq. Hər şey tarixdə bir-birini doğurur, hər şey bir bütündür. Necə bir bütündür? Baxın, bu adamlar səlib yürüyüşlərinə getdilər. Yəni, çox əvvələ aparıb yığmaq olar, amma mən səlib yürüyüşlərindən başlayacağım. Səlib yürüyüşlərinə getdilər, şərqdən müəyyən məhsullar götürdülər, kompas götürdülər, barıt götürdülər və digər şeylər götürdülər. Gəldi onlar Avropaya, həmin o barıtdan odlu silah hazırladılar, kompasdan da indi coğrafi kəşflərə çıxacaqlar. Osmanlı da 1453-cü ildə Konstantinopolu tutacaq. Konstantinopolu tutandan sonra gömrük vergisini artıracaq. Təbii olaraq bunlar yeni bir yol axtaracaqlar. Həmişə dediyim bir şey var ki, insan hansı halda daha çox belə uğur əldə edir, çarəsiz olanda. Çünki çarəsizsən, başqa çıxış yolun yoxdur. Avropalılar da çarəsizdir, başqa çıxış yolları yoxdur. Ya gedib ikiqat topulu verəcəksən, ya da başqa bir yoldan çıxıb gedəcəksən. Onlar da başqa yoldan getməyi daha üstün tuturlar. Böyük əziyyətlər hesabına olsa da. Amma ikinci səbəbi nədir? Yenə ikinci səbəbi qayıdırıq, ehtiyac. Nəyə ehtiyac var? Hər şeyə. Niyə? 14-cü əsrdə vəba var, aləm dəyib bir-birinə. Əhali qırılıb, yeməyə yemək yoxdur, aclıqdır, səfalətdir, qızıl yox, gümüş yox. Hardan əldə edəyək bunu? Məcburuq artıq. Görürsünüz, başqa bir yol yoxdur. Məcbursan bu səfərə getməlisən, çünki çıxış yolu yoxdur. Kimlər başlayacaqlar coğrafi kəşfləri? Coğrafi kəşflərə başlayacaq Portuqallar ilk olaraq. Ondan sonra isə biz İspanlar görəcəyik. Hətta bunlar öz aralarında müstəmləkələrin bölüşdürülməsi uğrunda bir müqavilədə imzalayacaqlar. Bunu da yadınızda saxlayın. Ümumiyyətlə, Portuqaliya Avropada, Qərbi Avropada öz milli sərhədlərini müəyyənləşdirən ilk dövlətdir. Milli sərhəd, bunu da yazaq. Hansı hadisənin gedişində yarandı, yadımıza salaq, Reconquista'nın gedişində. Portuqallar deyirlər ki, biz Afrikanı dolaşacağıq, gelib Hindistana çatacağıq. Əslində ilk Bartolomé Dias başlayır, gedir Afrikanın cənubunda, amma orada bir ümid burnu, oradan o tərəfə çox da keçə bilmir. Ondan sonra isə 1498-ci ildə Vasco da Gama Hindistana dəniz yolunu kəşf edəcək. Bu Portuqalların hələ ki gördüyü iş. Bartolomé Dias getdi Afrikanın cənub hissəsinə, ümid burnu orada adlandırılmağa başladı o hissə. Ondan sonra isə 1498-ci ildə Vasco da Gama getdi Hindistana, Hindistana dəniz yolunu kəşf elədilər. Portuqalların ümumiyyətlə buradakı fəaliyyətləri nədən ibarətdir? Bu iki söhbəti gördük. Əlavə olaraq Portuqallar Cənubi Amerikada Braziliyanı tutublar. 16-cı əsrin əvvəllərində ədviyyat ticarətini ərəblərdən alırlar. Zond, Mukuk adaları, Yaponiya qədər olan hissələr, şərqdəki əsas ticarət Portuqalların əlindədir. Bəs İspanlar nə iş görəcəklər? İspanlarda isə əsas İspaniya yazar bura. 1492 söhbətini görürük. Christopher Colomb gedir, yəni səyahətə çıxır, düşünürdü ki, yeni Hindistana gəlib çatıb, amma görür ki, yox, Hindistan yoxdur, heç bir şey yoxdur, ədviyyat falan heç nə yoxdur, geri qayıdır, gedir. Kuba, Haiti, yeni qitənin kəşfi budur. Bir də İspanlarda biz görəcəyik 1519-1522-ci illər Fernando Magellan ilk dünya səyahəti. Bunlar aiddir İspanların adı ilə. İndi bunların nəticəsində İspanlar haraları tutublar? İspanlar əsasən tutub Mərkəzi Amerika, Braziliyadan başqa Cənubi Amerika, Meksika. Sonra Meksikada Aztek dövlətinin varlığına son qoyublar. Peruda da İnklərin dövlətinə son qoyublar. Bura bir X yazdı. Bunlar İspanların gördüyü işlərdir. Və İspanlar Fernando Magellan'ı göndərirlər dünya səyahətinə. İlk dünya səyahəti də bizə iki şeyi göstərir. Bir, bütün okeanlar bir-biri ilə əlaqəlidir.
İkincisi də ki, yer kürə formasındadır. Bu oldu bizim coğrafi kəşflərimiz. Bir də var coğrafi kəşflərimizin nəticələri. Nəticələri də nədən ibarət olacaq? Nəticələri çoxdur, qəşəng nəticələri var. Təbii ki, ən önəmli müstəmləkə işğalları başlayır. Onlar gedirlər tutduqları ərazilərdə yerli əhalini qırırlar deyə orada işləmək üçün işçi qüvvəsi qul alveri başlayır. Ticarət artıq dənizlərdən okeanlara keçir. Dünya ticarəti yaranır. Coğrafi kəşflər coğrafi kəşflər nədir? Böyük İpək yolu öz əhəmiyyətini itirir. İpək yolu, Aralıq dənizi, yəni dənizlər keçir okeanlara deyə İtaliya şəhərləri, Venesiya, Genoa öz ticarət üstünlüklərini itirirlər. Çoxlu qızıl, gümüş əldə edilir. Ədviyyat ticarəti keçir Hindistandan, daha doğrusu ərəblərin əlindən arılar verilir Portuqalların əlinə. Bir də nə deyəcəkdim? Bu qədər. Merkantilizm siyasəti, bir də merkantilizm siyasəti var ki, bu da yenə proteksionizm siyasəti ilə oxşarlıqdır. İdxalın məhdudlaşdırılması, ixracın genişləndirilməsini nəzərdə tutur. Coğrafi kəşflər adıyla nəsə deyəcəkdim, amma yadımdan çıxdı. Nəysə, eybi yox. Bu da oldu bizim coğrafi kəşflərimiz və bizim növbəti videomuz. İzlədiyiniz üçün təşəkkür edirəm. Növbəti dərs videolarına görüşənə qədər sağ olun.